Salam əziz izləyicilərimiz. Bu gün mən sizə qoşma haqqında məlumat verəcəm. Bilirik ki, Azərbaycan dilində ümumi 11 nitq hissəsi var. Bunun deməli 6-sı əsasdır, əsas nitq hissəsidir. 5-i isə köməkçidir. Köməkçi nitq hissəsidir. Əsas nitq hissələrini deyərdim ki, bütün uşaqlar hamı bilir, amma köməkçi nitq hissələrində bəzən çətinlik çəkirlər, yaza bilmirlər, qaydalarını yaxşı öyrənə bilmirlər. Mən bu gün köməkçi nitq hissəsi olan, biraz da çətinliyi olan qoşma haqqında məlumat verəcəm sizə. Qoşma nəyə deyilir? Qoşma ümumiyyətlə hər hansısa bir sözə qoşularaq orada yeni bir məna çaları yaradır. Bu yeni məna çaları nə deməkdir? Yeni məna yaradır. Məsəl üçün bir cümlə verilib, cümlə düşünə bilərik ki, darıxıram, mən darıxıram. Kimin üçün? Sənin üçün. Burada mən cümlə üzərində işləyim bunu vərəq üzərində bir dəqiqə. Deyək ki, burada cümlədə yazıram ki, mən darıxıram. Mən darıxıram cümləsini burada mən kimin üçünsə darıxıram da. Bunu məsəl üçün götürə bilərik ki, mən sənin üçün darıxıram. Burada baxın, diqqətlə baxanda görürük ki, yəni cümləyə baxanda görürük ki, mən sənin üçün darıxıram. Mən darıxıram cümləsini tamamilə dəyişdik. Yeni bir məna verdik. Mən sənin üçün darıxıram. Burada üçün nədir? Qoşmadır. Və bu qoşmanın məna növü olan, deməli, səbəb nəticə bildirən qoşmanın növünə aiddir. Qoşma qayda olaraq belə deyirik. Qoşma qoşulduğu sözlə birlikdə yeni bir məna yaradır. Bu qoşmaya deyilir və köməkçi nitq hissəsidir. Bunu da unutmuruq və qoşmanın burada gördüyünüz məna növləri var. 8 dənə qoşmanın məna növü var. Hansılardır? Bənzətmə, məsafə, istiqamət, səbəb, fərqləndirmə, vasitə, zaman, aidlik qoşmanın məna növləridir. Bəs yaxşı, bu qoşmanın məna növləri hansı hissəciklərlə işlənir? Baxın, bənzətmə kimi, tək, təki hissəcikləri ilə işlədilir. Məsəl üçün, bax, burada naprimер verilib, bacısı kimi çox ağıllıdır. Burada bacısı sözü, bacısı çox ağıllıdır cümləsində, bacısı çox ağıllıdır cümləsində kimi qoşmasını əlavə etmişik. Burada bacısını belə deyək də, bir tutaq ki, bacını digər bacıya oxşatmışıq. Bir-birinə oxşatmışıq, bənzətmişik. Oxşatma, bənzətmə eyni mənanı verir. Sözdə kimini gördüksə cümlənin içərisində, təbii ki, bizdən soruşsa ki, sualda məsəl üçün, cümlədə bacısı kimi çox ağıllıdır cümləsində qoşmanın hansı məna növü işlənmişdir? Cümləsində kimi sözünü görən kimi artıq siz bilməlisiniz ki, bənzətmədir. Sonra məsafə. Məsafə qoşması qoşmanın ikinci məna növüdür. Məsafə nədir? Uşaqlar, gəlin birinci buna baxaq. Məsafə, tutaq ki, A nöqtəsi çəkirəm, bir də B nöqtəsi çəkirəm. A-dan B-yə qədər olan, baxın, bu yola məsafə deyilir. Bu xətt, tutaq ki, bu yola. Və yaxud da A mənəm, B isə, tutaq ki, hər kimsə tələbəmdir deyək. Tələbəmdir. Mənim ilə tələbəmin arasındakı, bax, bu məsafə, bax, bu yol, aramızda olan yol, uzaqlıq, məsafə adlanır. Və bu məsafəni qədər, kimi, dək, can, cəm hissəcikləri ilə deməli tapırıq. Cümlədə deyir, mən məktəbəcəm, məni məktəbəcən apar. Burada can, cəm şəkilçisini gördük, bəli.
Məktəbə qədər apar, yəni məktəbə qədər apar, məktəbə dək apar, məktəbə cən apar. Hər hansısa bir söz gördük. Burada məsafəni görürük və bu məsafə deməkdir. Yəni yol qət olunan bir yoldursa məsafədir. Sonra istiqamət. İstiqamət kiməsə tərəfdir. Məsəl üçün mən dayanmışam burada. Yenə deyirəm A nöqtəsi, B nöqtəsi deyək. A-dan B-yə gəlmək. Məndən B A-ya gəlirsə, gələcəyi bir yola məsafə istiqamət deyilir. İstiqamət tərəf, sarı, doğru, qarşı. Mənə tərəf, evə sarı və yaxud da yola tərəf deyə bilərik. İstiqamət ilə məsafəni bəzən qarışdırırlar. Bunların sözlərini, hissəciklərini əzbərləsəz qarışdırmarsınız. Səbəb nədir? Səbəb kimdənsə ötürü, nə üçünsə. Yəni hər hansısa bir hadisə baş verir, onun səbəbini axtarırıq. Səbəbi nədir? Oğlan ağlayır. Oğlan nə üçün ağlayır? Nədən ötürü ağlayır? Kimə görə ağlayır? Məsələn, baxın, səbəbini soruşuruq və tapırıq. Və yaxud da sual verdik, indi cavabını tapırıq. Mən sənin üçün darıxmışam. Darıxmağımın səbəbi nədir? Sənsən. Fərqləndirmə. Fərqləndirmə birini digərindən fərqləndirməkdir və müqayisə etməkdir. Səndən başqa heç kim yaxşı xüsusiyyətə malik deyil deyə bilərik. Burada başqa, qeyri, özgə, savayı, ayrı bu sözləri gördünüz. Qoşmanın məna növünü soruşursa, bilin ki, fərqləndirməyə aiddir. Yəni birini digərindən daha üstündür və yaxud da biri digərindən biraz zəifdir. Vasitə. Vasitə ilə cazə şəkilçisi ilə işlənir ki, cümlədə görürsünüz, ilə sözünü gördünüzsə, bilin ki, qoşmanın məna növünü soruşursa, ilə görürsünüzsə, bilin ki, bu vasitədir. Məktəbə qardaşım ilə getdim, vərəqlərə yapışqanla yapışdırdım. Burada lalə, cacə şəkilçisi və vasitədir. Bir-biri ilə sözü bağlayır, belə deyək. Bir-biri ilə əlaqələndirir sözləri. Zaman. Əvvəl, qabaq, öncə, sonra, bəri sözlərini cümlə içərisində görürsünüzsə, bilin ki, bu qoşmanın məna növü olan zamanın hissəciklərinə aiddir. Dərsdən sonra parka gedəcəyik. Hara gedəcəksən parka? Nə vaxt, nə zaman? Dərsdən sonra. Dərsdən sonra artıq bizim gedəcəyimiz zamanı bildirir. Aidlik də birinin digərinə aid olması, məxsus olması mənasını verir. Məsələn, deyə bilərsiniz ki, sənə aid olan kitabı mən götürmüşəm. Aid sözü görürsünüz. Cümlədə gördüyünüz aid sözünü görürsünüzsə, aidliyə aiddir. Və yaxud da dair, məxsus barəsində, haqqında kimi. Baxın, bu sözləri görürsünüzsə, bilin ki, cümlənin içərisində sözləri gördünüz. Bax, hissəcikləri gördünüz. Onda bilin ki, mütləq şəkildə bu qoşmanın məna növünü soruşursa, hansının, məsəl üçün, məsafəni soruşursa, siz orada ilə, vasitənin ilə şəkilçisini götürüb məsafəyə qoya bilmərsiniz ki, və yaxud da səbəb bildirən hissəciyi götürüb fərqləndirməyə qoya bilmərik ki, bunların hər birini öyrənmək üçün ilk əvvəl öyrənmə metodunu deyimsə, hər gün məsəl üçün 2 dənəsini öyrənin. Hər gün 2 dənəsini əzbərləyin. 8 dənə də bir-birinə oxşardır. Ona görə ola bilər ki, çaşarsınız, qarışdırarsınız. Bunları öyrənməyin asan yolu gündə 2-2, 3-3 oxumaqdır, öyrənməkdir və test üzərində çalışmaqdır. Ümumiyyətlə, dərslikləri test üzərindən çalışın ki, test üzərindən tətbiq edirsiniz. Öyrəndiyinizi testdə tətbiq etdiyinizə görə hər zaman yadınızda daha yaxşı qala bilir və əzbər öyrənirsiniz. Çünki indi hər yer test üsuludur. Məktəbdə keçirilən sınaq imtahanları, summativlər, KSG-lər və yaxud da universitet imtahanıdır, buraxılış imtahanlarıdır. Hər zaman test vasitəsilə olunur.
Ona görə də mən məsləhət görərdim ki, testi dərsi öyrənəndən sonra mütləq şəkildə 10 dənə də olsa mövzu haqqında test işləyəsiniz. İndi bu gün mən məsəl üçün sizə bu dərsi izah elədim. Bunun test üzərində çalışacağım. Gələn dərsimizdə test üzərində izah verəcəm. Daha yaxşı mənimsəyəcəyinizə inanıram. Hər hansı mövzu haqqında qaranlıq qalıbsa sizə, neysə öyrənmək istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir.